Zahir qardaşımız internetdə oturarkən hələ 44 günlük müharibənin iyi tozu yox idi. İnternetdə rast gəlir ki, Gəncədə bir vətənpərvər xanım muzey yaradılır və o muzeydə şəhidlərimizin və qazilərimizin əşyalarını toplayır. Həmin səhv etmirəmsə xanımın adı Tağıyeva Elnarə xanımdır, səhv etmirəmsə. Və mən çalışdım, ondan əlaqə saxladım. O həqiqətən də o qədər maraqlı danışdı ki, və mən dəhşətə gəldim ki, hələ müharibə olmadığı zamanlarda özünə şəhidlik arzulayan və xahiş edən ki, ey Elnarə xanım, mənim orada şəklimi 100% yerləşdirin, mənim üçün bir səhifə ayırın və həmin şəklini də göndərir və yazır ki, şəklinin altından yazın şəhid Zaur İsmailzadə və bu şəkli deyir paylaşın və mən öz şəhidlik şəklimi görürüm. Çox qəribə və çox dəhşətli bir